Hörmətli müəllimlər, əziz məktəb yoldaşlarım və radio dalğalarımızın sadiq, hər zaman yeni və maraqlı məlumatlar gözləyən dəyərli dinləyiciləri. Məktəbimizin doğma səsi, hər birimizin ürək döyüntüsü olan Gələcəyin İşığı FM radiosu bugün çox özəl yubiley astanasında olan bir rəqəmlə tam 470-ci buraxılışı ilə efirdədir. Mikrofon qarşısında mənəm. Hər zaman olduğu kimi sizinlə ən mühüm mövzuları bölüşməyə can atan dostunuz. 6B sinif şagirdi Zeynəb Mustafazadə. Bugün təqvimimiz 8 iyun tarixini göstərir. Bugün dünyamızın ən böyük, ən sirli, hələ də tam kəşf olunmamış nəhəng hissəsinə, okeanlara həsr olunub. Bəli, bugün planetdə Dünya Okeanlar Günü kimi qeyd edilir. Dostlar, gəlin bir anlıq dərsləri, kitabları bir kənara qoyub gözlərimizi yumaq. Xəyal edək, qarşımızda uçsuz-bucaqsız bir mavilik var. Sahilə vuran coşqun dalğaların səsi qulağımızı oxşayır və suyun dərinində yaşayan minlərlə rəngarəng canlı öz sirli aləmindədir. Okeanlar sadəcə xəritədə gördüyümüz mavi boya deyil, onlar planetimizin canlı orqanizmidir. Onun döyünən ürəyidir. Çoxumuz elə bilirik ki, təmiz oksigeni ancaq meşələr istehsal edir. Amma sizə maraqlı bir fakt deyim. Nəfəs aldığımız hər iki porsiya oksigenin birini məhz okeanlardakı sözlə görünməyən kiçik bitkilər bizə bəxş edir. Yəni okeanlar bizim uzaqda olan, lakin bizi hər saniyə yaşadan cəhərimizdir. Həm də onlar dünyamızın nəhəng termostatıdır. Əgər okeanlar günəşin istisini udub, bütün dünyaya bərabər paylamasaydı, yer kürəsində yaşamaq mümkün olmazdı. Ya hər yer buz bağlayar, ya da dözülməz istilər hər şeyi məhv edərdi. Burada gəmi boyda balinalardan tutmuş, ovuclara sığmayan dəniz atlarına qədər inanılmaz bir həyat var. Amma bugün o böyük mavi dünya səssizcə bizdən kömək istəyir. Alimlər xəbərdarlıq edirlər. Hər il okeanlara milyonlarla ton plastik tullantı atılır. Təsəvvür edin, o gözəl dəniz sısbağaları, balıqlar plastikləri yemək sanıb udur və məhv olurlar. Əgər belə davam etsək, 2050-ci ildə okeanlarda balıqdan çox plastik tapılacaq. Bu mənzərəni dəyişmək məhz bizim əlimizdədir. Bəlkə aranızda hələ də belə düşünənlər var. Axı Azərbaycanın okeana birbaşa çıxışı yoxdur. Biz buralardan okeanı necə qoruya bilərik? Dostlar, təbiət elə bir qırılmaz zəncirdir ki, onun hər bir halqası bir-birinə bağlıdır. Bizim doğma Xəzərimiz, Kür və Araz çaylarımız, hətta dağlarımızdan süzülən bulaqlar belə sonda böyük dünya okeanına qovuşur. Bu o deməkdir ki, küçəyə atdığımız bircə plastik torba zamanla minlərlə kilometr yol qət edib okeanlara gedib çıxır. Sularımızı təmiz saxlamaq elə öz qapımızın ağzından başlayır. Biz gənclər olaraq təbiətə qarşı daha duyğulu olmalı, hər bir canlının yaşamaq hüququna hörmətlə yanaşmalıyıq. Əziz məktəb yoldaşlarım, okeanların qəhrəmanı olmaq üçün mütləq dənizçi olmağa ehtiyac yoxdur. Biz bu qəhrəmanlığa elə bugün məktəbimizdən başlaya bilərik. Marketdən nəsə alanda plastik torba əvəzinə bez çantalardan istifadə edək. Suyu boş yerə axıtmağı dayandıraq. Çünki qənaət etdiyimiz hər damla su gələcəkdə bir canlının həyatı deməkdir. Biz birləşsək böyük bir mavi dalğa yarada bilərik. Ətrafımızdakı insanlara suların təmizliyinin nə qədər vacib olduğunu danışaq. Kiçik bir yaxşı addım digərləri ilə birləşəndə dünyanı xilas edən böyük bir qüvvəyə çevrilir. Gəlin məktəbimizi və ətrafımızı təmiz saxlayaq. Planetimizə öz töhfəmizi verək. Dostlar, gəlin coğrafiya, biologiya və kimya dərslərinə daha ciddi yanaşaq. Çünki gələcəkdə okeanları təmizləyəcək texnologiyaları, dəniz canlılarını xilas edəcək böyük layihələri məhz sizlər hazırlayacaqsınız. Bəlkə də aranızdan gələcəyin böyük okeanoloqları, sualtı dünya kəşfiyyatçıları çıxacaq. Unutmayın ki, təbiət bizə miras deyil, əmanətdir. Biz bu əmanəti gələcək nəsillərə təmiz və firavan şəkildə ötürməliyik. Hər bir damla suyun arxasında böyük bir həyatın olduğunu heç vaxt yaddan çıxarmayaq. Dəyərli dinləyicilər, planetimizin mavi ürəyinə həsr olunmuş 470-ci buraxılışımızın sonuna gəldik. Sizinlə mən idim. Məktəbimizin radio sədası Zeynəb Mustafazadə. Gələcəyin İşığı FM radiosu adından hər birinizə okeanlar qədər dərin biliklər və sönməz təbiət sevgisi arzulayıram. Dünya Okeanlar Gününüz mübarək olsun. Növbəti görüşlərə qədər yolunuz həmişə aydın, qəlbiniz isə suların saflığı kimi təmiz olsun. Sağ olun, sağlıqla və həmişə hərəkətdə qalın.